İndi isə gəldim Ülkərimin yanına. İndi baxacaq, düzdür, korreksiya əslində 2 həftə sonra olur. Amma baxacaq indi əlavə nələr eləyə bilər mənim üçün və ya korreksiyanı eləyə bilərikmi? Çünki şişim artıq yavaş-yavaş yatır. Və bugün bir seansım var Sevinç xanımla. Daha sonra isə arkadaşcasına gideceğiz, dolaşacağız, gezeceğiz. Axşamınız xeyir dostlar. Demək, hal-hazırda Sevinç xanımla bir dənə möhtəşəm bir seans keçmişəm. Hələ də onun o aurasından, enerjisindən çıxa bilmirəm. Tez aya qalxdım və orada o qədər huzurluydum. O qədər gözəl şeylər gördüm, yaşadım, hiss etdim. Hətta bir anda yatmışdım. Yəni o qədər huzurluydum ki, ümumiyyətlə mənim hər zaman belə güclü olmağımın səbəbkarıdır Sevinç xanım. Hər bir problemimdə, hər bir yıxılmamda, yəni məni yıxılmağa qoymayıb, hər zaman məni dik saxlayan, ayaq üstə saxlayan insanlardan da Sevinç xanım və yeganə insandır, hətta bunu deyim. Psixoloji olaraq mən o qədər gözəl təsir göstərir ki, onun varlığına şükür edirəm. Yəni haqqımda halal et, bunları buradan deyim. Teşekkür ederim canım. Bu arada kızlar, bugün Ülker xanımla, bu arada dağımın şişinə fikir verməyin, hələ yenidir və filtr var üzümdə. Bugün Ülker xanımla 2 botoks etdik, hansı ki biri qol altı botoksdur. Bu mənim yay-qış vazgeçilməzimdir. Niyə? İlk öncə qol altı tərləməsini məhv edir, yox edir. İkinci növbədə qol altı qırışlarını açır və rəng tonunu açır. Üçüncüsü isə, daha doğrusu ikinci etdiyimiz botoks isə, bu isə adını bilmirəm, amma indi Ülker daha doğru danışar bilər, səhifəsini izləsəz görərsiniz. Bu hissələri olur, trapeziya gedir səhv etmirəmsə, bu hissələri olur və buradakı çiyində olan bu yekəlik belə düzəlir. Hətta miqreniniz varsa o ağrısı belə gedir və qəribə şəkildə belə bu hissələriniz incəlir və şax durursunuz. Onu da etdik. Deyirəm ki, ay qızlar, məni izləyən qızlar, bax, niyə sadəcə maraqlıdır da, niyə bu qədər baxış sayı var, amma like azdır? Nə səbəbdən, yəni, niyə də? Yəni, bunu baxırsansa, bunu orada belə eləmək çətindir. Baxıram ki, şəklin 257 min baxışı var, o pişi. 6 min like gəlib cəmi. Heç bizə yaraşır, yəni bu. Nətər yaraşdırırsınız bizə? Ayıb olsun. Həmən girin son 2 şəkli likelayın, gözləyirəm.